Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Ötərəm müsəlmanlar, Ramazan ayının son günlərini yaşayırıq. Və bir neçə məsələyə toxunmaq istəyərdim. Birinci məsələ, Ramazan ayı hələ bitməyib. Və Ramazan ayını gözəl şəkildə sona yetirməyə, gözəl şəkildə sonlandırmağa hələ fürsət var. Bir gün qalsa belə, yəni bir günümüz qalıb, yenə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Əl-əməl bil-xavatim, yəni əməllər sonuna görədir. Ona görə də gözəl Ramazan ayını gözəl sonlandırmağa hələ fürsət var. Bu birinci məsələ istədim, xatırladım ki, bu gecə 29-cu gecədir və yenə də Qədir gecəsinin ehtimal olunduğu ən çox gecələrdən biridir. Çünki Qədir gecəsini hətta Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə dəqiq bilməyib. Ona görə də heç kim deyəməz ki, bu hansı gecə idi. Son 10 gecənin içindədir və bugün Ramazan ayının son 10 gecəsinin tək gecələrin ən sonuncusudur. Yenə də çalışmaq, ibadətdə, itaətdə davam etmək lazımdır. Kim əgər ibadətlə, itaətlə keçirirsə, davam etsin və buna görə Allaha həmd etsin. Bu ilk məsələ, birinci məsələ. İkinci məsələ, Ramazan ayı sona yetir, bitir və Ramazan ayının inşallah sabahları Ramazan ayı başa çatdıqdan sonra Allah Teala bizə buyurur ki, təkbir gətirmək. Yəni sabahları məğrib namazı, yəni Şəvval ayı girəndən sonra təkbir etmək sünnədir, müstəhəbdir. Təkbirlər də necədir? Allahu Ekber, Allahu Ekber, La ilahə illallah, Allahu Ekber və lillahil həmd. Və ya 3 dəfə də Allahu Ekber demək olar. Yəni bu təkbirlər nə vaxta kimi deyilir? Ta ki bayram günü imam demək minbərə çıxana qədər. İmam minbərə çıxandan sonra demək təkbirlər dayanır. Üçüncü məsələ fitrə zəkatı məsələsidir. Dinimiz bizə demək fitrə zəkatını vacib buyurub. Fitrə zəkatını vacib buyurub. Və fitrə zəkatı hər bir müsəlmana ailə üzvlərinin sayı qədər, hər ailə üzvü, yəni hər bir kişinin öz himayəsində olan insanların sayı qədər demək hər bir nəfərə görə 2 kilo yarım və ya 3 kiloqram quru məhsullar. Demək, düyü, qreçka, mərcimək, makaron və s. un, bu kimi məhsullardan çıxarda bilər. Və hikməti də nədir? Hikməti budur ki, ilk növbədə deməli insanın Ramazan ayı boyu tutduğu oruç tutduğu vaxt demək nöqsanlarını tamamlamaq üçün. Çünki hamımız əlhəmdülillah yəni, oruç tuturduq, lakin müəyyən nöqsanlar baş verir. İstər-istəməz insan baxırsan hansı səhvlərə yol verir. Yəni bu səhvləri sanki tamamlamaq üçün demək fitrə zəkatı həm bunun üçündür, həm də kasıb ailələrin yedizdirilməsi üçündür. Başqa bir məsələ, toxunmaq istədiyim məsələ, Ramazan ayı bəli, başa çatır, bitir. Lakin ibadətlər bitmədi. Yəni ibadətlər tək Ramazan ayı ilə deyil. Ramazan ayından sonra da ibadətləri davam etmək lazımdır. Quran oxumaq həmişə lazımdır. Həmişə gərək Quran sözünün mənası nədir? Oxunan. Və Quran oxumağı kim əgər xətm edibsə, yenə də yəni Quran oxumağı, Quranı əzbərləməyi, Quranı öyrənməyi davam eləsin. Gecə namazları. Gecə namazları tək Ramazan ayında kifayətlənməsin. Ramazan ayından sonra da
deməli, gecə namazlarını davam eləmək lazımdır. Çünki gecə namazları, necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur, kişinin qıldığı fərz namazlardan, yəni insanın qıldığı fərz namazlardan sonra ən fəzilətli namaz gecə namazıdır. Həmçinin oruc. Oruc tək Ramazanda bitmir. Oruc həmçinin Şəvval orucu var qarşıda. Həftənin 1-ci, 4-cü günləri. Hicri ayların 13-ü, 14-ü, 15-i və s. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, səbr ayında oruç tutmaq, yəni səbr ayı hansı aydır? Ramazan ayı. Səbr adlandırır. Səbr ayında oruç tutmaq və həmçində hər ayın 3 günü oruç tutmaq 1 il oruç tutmaq kimi savaba bərabərdir. Və ibadətlər bitmir. Ramazan ayının Rəbbi bütün ayların Rəbbidir və günahlardan çəkinmək tək Ramazan ayında deyil, bütün aylarda, bütün ilin digər aylarında da vacibdir və insan, yəni əksinə insan bu ayda nə edir? Özünü sadəcə bu əməllərə nə edir? Tərbiyələndirir. Özünü tərbiyələndirir. Və digər aylarda da bunu nə etməlidir? Tətbiq etməlidir. Və əksinə insan bu aylarda ibadət edib, digər aylarda günahlara qayıtmamalıdır. Tövbəsini pozmamalıdır. Və belə edən, necə ki, Allah Teala məsəl gətirir, وَلَا تَكُونُ كَالَّتِي نَقَدَتْ غَزْلَهَا مِنْ بَعْدِ أَنْكَاثٍ مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا وَلَا تَكُونُ كَالَّتِي نَقَدَتْ غَزْلَهَا مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا. Deyir, o qadın kimi olmayın ki, o ipliğini möhkəm əyirdikdən sonra onu açan qadın kimi olmayın. Allah misal gətirir bizə. Yəni, bir qadın səhv edin ki, bir ay boyunca, məsələn, bir şey toxuyur. Toxuyur və ay başa çatdıqdan sonra bu toxuduğunu açır, sökür. Yəni, etdiyi bu əməllər nədir? Puşaq etdi. Ona görə də Allah Teala bu nəyə misal gətirir? Misal gətirir ki, ibadət edib, yəni bir ay boyunca ibadət edib və sonra bu ibadətlərdən sonra günahlara qayıtmır. Yəni, bu günahlara qayıdan sanki bu etdiyi ibadətlər nə edir? Bu etdiyi ibadətləri itirmiş olur, puç etmiş olur. Ona görə də alimlər qeyd edirlər ki, necə ki, yaxşı əməllər günahları silir aparır, İnnəl həsənət yüzhibnə seyyiət və eləcə də deyirlər ki, pis savab əməllərdən sonra da edilən günahlar o əməllərin savabını apara bilər. Ona görə günahlara qayıtmayaq, tövbələrimizi pozmayaq və Ramazan ayında etdiyimiz bu halı çalışaq, saxlayaq və Ramazan ayının orucunun tək Ramazan deyil, istənilən ibadətin əsas hikməti, Allahın bu ibadəti bizə buyurmasının hikməti nədir? Təqva əldə etməkdir. Allah Teala nə buyurur Quran-ı Kərimdə? Ya eyyuhən-nəsu u'budu rabbekumullezî xalaqakum vellezîne min qablikum leallekum tettaqun. Ey insanlar, ibadət edin Rəbbinizə, o Rəbbiniz ki, sizi yaratdı və sizdən əvvəlkiləri yaratdı. Nə üçün? Hikmət nədir? Leallekum tettaqun. Yəni, ümid olunur ki, siz təqva əldə edərsiniz. Həmçinin Ramazan ayəsinin altına buyurur ki, sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də Ramazan oruç tutmaq vacib oldu. Ümid olunur ki, təqvalı olasınız. Və təqva da nədir? Allahın əmrlərini yerinə yetirib günahlardan çəkinməkdir. Və bu halımızı çalışaq, qoruyaq, bu halımızı əksinə daha da yaxşılaşdıraq və demək, Allah Teala bizdən qəbul eləsin. Allahdan istəyirəm, Allah bizi eşidib faydalardan etsin. Allah bizi sabit eləsin və Allaha dua edək ki, Allah bizi neçə belə Ramazanlara gözəl şəkildə yetişib, ibadətlə, itaətlə keçirməyi nəsib eləsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və səhəbihi.